Demək, 101-ci testə baxırıq. 101-də deyir ki, hansı sözün yazılışı düzgün verilmişdir? Dekorasiya yox, dekorasiya, sürpriz, xiffət doğru yazılıb, tövfə olmalıydı. Doğru variant C variantı. 102-də nədir? Hansı sözləri samitlə başlanan şəkilçə artırdıqda söz kökündəki samitlərdən sonuncu tələffüz olunmur. Təkcə samitlə başlanan şəkilçi yox, həm də samitlə başlanan. Mən söz əlavə etsəm, bu birləşmələr, müxtəlif cinsi samit birləşmələrinə, s-tı və f-tı birləşmələrinə. O zaman mən onun ikincisini eşitməyəcəm. Necə ki, dost, nef, turist, sərbəst. Sonra, hansı sözlərə samitlə başlanan şəkilçə artırdıqda söz kökündəki səslərin sayı hərflərin sayından çox olar. Deməli, baxıram bir-bir, dost, sonra digərinə. Dostda səs düşümü baş verir. Bizdə səs artımından söhbət gedirsə, rəng, burada səs dəyişimi baş verir. Kəşf, burada səs dəyişimi baş verib. Poç, səs düşümü baş verib. Burada olacaq həcm, üzür, hökm və rəhim. Deməli, səs artımı baş verəcəksə, iki samitin arasına qapalı sahit daxil olmuş olur. Sonra sözlərdən birinin yazılışı ilə deyiliş arasında iki fərqli məqam var. Cəld, dik, üç fərqli məqam. Sonra məqsəd, məqsəd. Elə doğru variant olacaq 104-də C variantı. Sonra digərlə baxaq görək. 105-də nədir? Sözlərdən birinin yazılışı ilə tələffüzü arasında iki fərqli məqam var. Limanat, limanat. Deməli, 105-də olacaq A variantı. Digərlə baxaq, zümrüd, bir fərqli məqam. Mənfəətlə biri düşür, digər uzanır. Azadlıq, üç fərqli məqam. Avtomobil, avtomobil, avtomobil. Avtomobil deyilik bu. Ya da avtomobil imiş. Avtomobil. Sonra sözlərdən birinin yazılışı səhvdir. Kəhraba doğru verilib. Haqsevən. Haqsevən. Səhv verilib. Niyə? Çünki sözün daxilində eyni cinsi qoşa samitlərdən biri yazılmalıdır. İkisi birgə yazılmalı deyil. Deməli, səhv variant oldu. Kobud, boşbikar, feylaton, bunlar düz yazılır. 107-də. 107-də nə deyir? Deyir ki, sözlərdən birinin yazılışı səhvdir. Kiprik yox, kirpik. Bunu kiprik sözünü kirpi sözündən yadda saxlama olar. K-i-r P-ik, kirpik. Birinci R, sonra P, kirpi sözündən. Sonra, sözlərdən birinin yazılışı səhvdir. Baxırıq ki, yazılışı səhv olanlara marşrut səhv verilib. Deməli, budur, yer yığış doğrudur, memuar doğrudur, iftira doğrudur, kəmkəsir doğrudur. Olmalıydı burada. Uyuq, marşrut. Sözlərdən birinin yazılışı səhvdir. Sözlərdən birinin yazılışı səhvdir. Bir baxaq görək variantlara. Koalisiya doğru yazılıb. Hər günkü doğru yazılıb. Bir rəngli. Bir rəngli. C variantı. Bir rəngli yox, tələffüz formasını verir. Sonra getdik. Səhv yazılmış sözü müəyyənləşdir. Dil ucu doğru yazılıb. Alagöz, həmçinin. Bugünkü həmçinin. Sonra digərinə baxaq. Alagöz. Bugünkü qısa metrajlı. Bu da düz yazılıb. Ara bir. Bu da düz yazılıb. Səhv yazılan budur. Alagöz niyə? Bitişik
Defslə yazılsın ki, burada alagöz. Bu bitişik yazılmalıydı, alagöz. Sonra digər tərəfdən baxırıq. 111'ə. Hansı söz səhv yazılmışdır? Ampul, leitmotiv, ringofon, çox növçülük olmalıydı. E variantı. İzdihamda doğru yazıb. Səhv yazılmış sözü müəyyən edin. Hakimiyyət. Olmalıydı burada 112'də. Hakimiyyətdə 2 dənə Y olmalıydı. Biri ixtisar olunub, digərləri doğrudur. Yazıcı tərəffüzü fərqlənməyən qoşa samitli sözlərdən söhbət gedir. Burada hissiyatda biri düşəcək. Niyə? Hiss sözün köküdür, iyyət şəkilçidir. Biz də deyirik ki, əgər iyyət, iyyət, iya, iyə şəkilçiləşmiş formadırsa, onda Y-nın biri düşür. Sonra digər tərəfdən məndən fərqlənməyəni soruşursa, deməli abbasılıq, burada X-ya çevrilir, Q-ya, addımlar, burada çevrilmə baş vermir. Burada Ə-nin biri düşür, digəri uzanma baş verir, təəccüblü. Sonra hoppanmaq, burada da olur hoppanmaq. Q-ya çevrilir. Biri səhv yazılmış, biri səhv yazılmışdır. Müttəfiq doğru yazılıb. Deməli, uvertura olmalıydı. Uvertura. Səhv olan budur. Mücəssəmə doğrudur. Ekskursiya doğrudur. Suveren doğrudur. Biri səhv yazılmışdır. Çor-çoranə, bu doğru yazılıb çor-çoranə. Sonra supermarket niyə defisindən yazılır? Başım çıxmır. Mürəkkəb söz deyil, axı o defisindən yazılır. Daha doğrusu defisindən yazılan mürəkkəb söz deyil ki, axı. Sonra 115'də olduğu B variantı. 116'ya baxırıq. Deyir ki, sözlərdən birinin yazılışında səhvə yol verilib. Hər günkü doğru yazılıb. Çırmanmaq doğru yazılıb. Dolambac doğru yazılıb. Əskilmək doğru. İbrətamiz səhv yazılıb. Olmalıydı. Sözlərdən birinin yazılışı tələffüz arasında 3 fərqli məqam var. Pianino, burada bir fərqli məqam var. Anlaşıqlı. Sonra sahmanlamaq, şənləmək, üstüşdürək. Sonra digər tərəfdən şənləmək. Deməli 1, 2, 3 fərqli məqam ilə D variantı olacaq. Öz fəaliyyət bir dənə yazı düşmüş olur. 118'də nə deyir? Sözlərdən birinin yazılışı tələffüz arasında 3 fərqli məqam var. Başlamaq, sənətkarlıq, təmkinlə. Sonra ittifaq, azadlıq. 3 fərqli məqam Y variantında olur. Sözlərdən birinin tələffüz şəkli düzgün verilməmişdir. Güzəştsiz tələffüzü də elə düz verilib. Çünki ş-t birləşməmiz tələffüzdə t-sını itirir. Digər baxırıq B variantına. B variantına da deyir ki, fəaliyyətdə də doğru yazıb. Y-nın biri düşməliydi. Muştuluq olmalıydı. Duluq. C variantı. O birlərlə doğrudur. Orijinal, çilingər. Səhv yazılmış sözləri göstərir. Yuxulamaq, bu doğru verilib. Yuxulamaq sözü 120'də doğrudur. Birlər getdi. Yubiley, 2. Sonra zənbil, sonra zümrüt yox, zümrüd. Vücudnamə yox, vücudnamə. Deməli oldu burada 1, 2, 4, bir də 5. 121'də nə deyir? 121'də deyir ki, səhv yazılma, yubiley yenə. Şifoner doğrudur. Tövsiyədə bir dənə Y olmalıydı. Sonra zambaq doğrudur və vəsait olmalıydı burada vəsait. Y daxil olsun vəsait.
Deməli oldu 1, 3, 5. Yazılışı düzgün olan sözü müəyyənləşdir. Yazılışı düzgün olan sözü müəyyənləşdir. Müəyyənləşdirək də. Deməli, universal doğru variant adı şifoner olmalıydı. İzinli olmalıydı. Səhmanlamaq olmalıydı. Sonra 120-də. Hansı sözün yazılışında səhvə yol verilmişdir? Səhvə yol verilmişdir. Baxırıq. Səlis doğrudur. Ahəngdə, bataryada, ciyərdə olmalıydı. Asfalt. F. Y variantı. Hansı sözün yazılışı səhvdir? Yazılışı səhv olanı soruşursa tələbat, avtoqraf olmalıydı burada. Cəsus doğrudur, absurd doğrudur, peşman doğrudur. Deməli 124-də B variantı. 125-də nə deyir? Deyir ki, hansı cərgə sözlərdə səslərin sayı hərflərin sayından azdır. Deməli nə düşməlidir burada? Səs düşməlidir. Ailəli burada səs artımı baş verir. Kəşfiyyatda səs düşümü, sədirlikdə səs artımı həm də səs dəyişimi baş verir. Tələbəlik, səs dəyişimi. Deməli, sərbəstlik, t düşdü. Nəzəriyyədə də səs düşümü baş vermiş oldu. Deməli, doğru variant D variantı. 126-da nə deyir? Hansı cərgədə sözlərdə səslərin sayı hərflərin sayından azdır? Hansı cərgədə sözlərdə səslərin sayı hərflərin sayından azdır? Nə edəcək yenə? Səs düşümü baş verəcək. 8-də səs dəyişimi baş verir. Hökmdarda səs artımı baş verir. Qüsursuz mənə deyir ki, səs düşümü buradan olacaq təbii. İyinin biri düşəcək, digər biri uzanacaq. Dostluqda da həmçinin biri düşəcək, digərlərində səs dəyişimi baş vermiş olacaq. Yəni keyfiyyət fərqi. 127-də cümlələrdən birinin xəbəri yazılışından fərqli tələffüz olunur. Günəş qürub edəndə rəngi saralır. Burada dəyişmə baş vermir. Sabah atam xarici ölkədən qayıdacaq. Qıxıya çevrilir. Deməli 127-də oldu B variantı. Digər tərəfdən baxırıq 128-ə. Cümlələrin birində bütün sözlər yazılışından fərqli tələffüz olunur. Yazılışından fərqli tələffüz olunursa, baxaq görək. Bir sözlərimizi oxuyaq. Tələffüz qoyunçuluq faydalı sahədir. Tapşırıq yerinə yetirildi. Sonra şirin meyvələrdən xoşum gəlir. Məndən istəyirmiş ki, səhv oxudum şərtini. Cümlələrdən birində bütün sözlər yazıldığı kimi tələffüz olunur. Yəni çevrilmə baş verməsinə. Şirin meyvələrdən xoşum gəlir. C variantı. Digər çiçəklərdən çəkirlər aytac. Daz gəlinciyi sındırmışdı. Deməli, 129-a baxırıq. Hansı cümlədə iki söz yazılışından fərqli tələffüz olunur? Süd, pendiri, bol qaymaqlı çoban. Bu sayacı sözdən misrada verib. Südü, pendiri, bol qaymaqlı çoban. Burada bir dənə dəyişmə baş verir. Hiyləgər heyvandır. Burada bir dənə dəyişmə baş verir. Çünki durdur xəbərli şəkildə bir dənə R tələffüzə düşür. Qələbə qədim tarixə malikdir. Burada bir dənə dəyişmə malikdir. Deməli, doğru variant 129-da olacaq. Qələbə iki sözün tələffüzü malikdir. Tarixə malikdir. Yox, malikdir. Mən niyə götürdüm ki, malikdir. Bunu belə eləmək lazım idi. Malikdir. Bir dənə Lahıc meşələrində ayı çoxdur. R-sı düşdü. Deməli oldu D variantı. Hansı sözün yazılışı səhvdir? Rəngarəng doğrudur. Seminar doğrudur. Məhsuldarlıq. Aerobika aktual. Deməli aerobika
Aerobik. Deməli səhv olan variant oldu. D variantı. Aktual doğrudur. Rəngarəng doğrudur. Sonra 131-də nə deyir? Aerobika olmalıydı burada. A, E. Aerobika. Sonra sözlərdən hansı sözlərin yazılışı səhvdir? Sənətkarlıq doğru yazılıb. Dalbadal doğru yazılıb. Stadion doğru yazılıb. Sabit doğru yazılıb. Deməli, səhv olan variant olacaq. Aerodrom. Aerodrom. Sonra hansı sözdə hərflərin sayı səslərin sayından çoxdur? Deməli, burada səs artımı baş verəcəksə, onda olacaq elə hüzün. Digərlərinə baxmağa ehtiyac yoxdur. Bərbər olduğu kimi qalır, səyyat olduğu kimi qalır. Keyfiyyət fərqi baş verir. Laboratoriyada keyfiyyət fərqi baş verir. Dosyanada səs düşümü baş vermiş olur. Hansı sözdə hərflərin sayı səslərin sayından çoxdur? Sərbəstləşmə. T düşdü. Sərbəstləşmə. Sonra hüzür. Qəyyum. Hansı sözdə hərflərin sayı səslərin sayından çoxdur? Hərflərin sayı səslərin sayından. Səs düşümü baş verdiyinə görə hərflər çoxdur, səslər azdır. 133-də A. Söz birləşmələrinin birinci tərəfinin tələffüzünü əsasən məntiqi ardıcılığı tamamla. Deməli, birinci tərəf çörək ətri, ürək ağrısı, kəpənək uçuşu. Deməli, mən saitlə başlanan söz qoşmalıyam ki, cingiltiliyə çevrilsin. Özündən əvvəlki sözün tələffüzü olacaq. Deməli, çürük alma. D variantı. Sonra hansı bənddə sözlərdə K hərfi I səsi kimi tələffüz olunur? Bir baxaq görək. Kürk, kürk necə deyilir? Külək, çörək, türk necə deyilir yazılır. Ələk, ürək, çiçək oldu C variantı. Sözlərdən birinin yazılışı tələffüzü arasında iki fərqli məqam var. Lokomotiv. Lokomotiv. 136-da lokomotiv. Üç fərqli məqam. Üstələmək, üstələmək. Elə olacaq nə? B variantı 136. Sonra 137. Səhv yazılmış sözü müəyyənləşdir. Deməli, qonorar doğru yazılıb. Əhval-ı ruhiyyə doğru yazılıb. Vitse-admiral defislə yazmaq doğrudur. Əks əlaqə burada defislə yazılmalıdır. 137-də D variantı. 138-də nə deyir? Digər sözlərdən birinin yazılışında səhvə yol verilmişdir. Deməli, şəklin, ağlın, nağlın, fəslə, sətri. 138-ə bir baxaq görək nədir burada. Şəklin. Şəkil sözü alınma söz olduğuna görə istənilən saitlə başlanan şəkilçi qəbul etdikdə ikinci sait düşür. Nağlın milli söz olduğuna görə mənsubiyyətdə düşür şəkilçi. Sıra ağlım həmçinin mənsubiyyətdə düşüb. Fəsilə alınma mənşəli söz olduğuna görə istənilən saitlə başlanan şəkilçi artırıldıqda düşür. Deməli, səhv variantım oldu. C variantı. Sözlərdən birinin yazılışı tələffüz arasında üç fərqli məqam var. Sabit, dik. İki fərqli məqam. Mehribanlıqla, poeziya, günlərlə,
oldu D variantı 139-da D variantı 140. Sözlərdən birinin yazılışı ilə tələffüzü arasında 3 fərqli məqam var. Rasional, bu da 2 fərqli məqam. Hörmətlə, əzmkarlıq, hətta burada ida var. Onu unutmaq olmaz. Oldu C variantı. Nə deyir mənə? 141-də. Yazılışı ilə tələffüzü fərqlənməyən qoşa samitli söz. Deməli elə olacaq güllə. Çünki l eyni cinsi samit tələffüzdə düşmə prosesi baş vermir. 9 q-ya çevrilir. Hətta d-ya çevrilir. Mürəkkəb c-ya çevrilir. Tappıltı c-ya çevrilmiş olur. Hansı cərgədə qoşa samitli sözlərin yazılışı ilə tələffüzü fərqlənmir? Deməli, addımda fərqlənmir, amma hoppanmaqda fərqlənir, 8-də fərqlənir. Tokkada fərqlənir, 9-da fərqlənir, burada fərqlənir. Deməli, doğru variant olacaq rəssam, güllə, qüvvə. Eyni cinsi samitlər olaraq düşmə prosesi baş vermir. Yazılışı ilə deyilişi bir-birindən fərqlənən sözləri müəyyənləşdir. 6 necə yazılır ilə deyilir. 10 da həmçinin, 5 də həmçinin, 1000 də həmçinin, 4, 8, 9. Doğru variant oldu C variantı. İsmi birləşmələrin birində deyilişi ilə yazılışı fərqlənən söz işlənmişdir. Çətin məsələ necə yazılır elə də deyilir. Düzgün, hərəkət düzgün demirəm ki. Fənnin adı, bölmənin sayı mürəkkəblik dərəcəsi. Doğru variant oldu D variantı. Sən və o şəxs əvəzlikləri isimin hansı halında işləndirir? Yazılışından fərqli tələffüz olunur. Səndən, səndən, ondan, ondan. Deməli, çıxışxan şəkilsini qəbul etdikdə fərqlənmə prosesi baş verir. Sözlərin birinin tələffüz şəkli düzgün deyil. Maarif doğrudur. Şöbəni niyə belə yazıblar? Hə, düzdür. Şöbə yox. Şöbə nədir? 146-da. Şöbə doğrudur. Çiçək də doğrudur. Hətta da doğrudur. Bəs burada nədir? Müraciət yox. Müraciət. Burada uzanma baş verməli deyil idi. Uzanma A-nın üzərindədir. Tələffüz şəklində verilmiş feillərin içərisində gələcək zaman şəkilçili sözü müəyyənləşdir. Tələffüz şəkilləri verilmiş feillərin içərisində gələcək zaman şəkilçili sözü müəyyən edin. Müəyyən edək. Deməli 147-yə bir baxaq. Görəsidi, bu görəsidi. Burada yoxdur, gələcək. Bu da nədir? Ərik deyir ki. İşləyirlər. Göstərsinlər. Dözərlər. Olmalı dözərlər. Dözərlər olur ki, dözərlər. E variantı. Sonra digər tərəfdən 148-də tələffüz şəklində verilmiş. Deməli, bunlar olmalı idi belə. Görəsi idi düzgün yazılışda. Gələcək idi. Göstərsinlər. İşləyirlər. Sonra tələffüz şəklində verilmiş hansı söz bir y ilə yazılır? Bir y ilə yazılan baxırıq qafiyə, zehniyyət, davamiyyət, sonra fərziyə, dövriyə. 148-də deməli, qafiyə bir y ilə yazılacaq. Ancaq digərlərində 2 y ilə olmalıdır. Yazılışdan söhbət gedir. Tələffüzdən yox. Yazılışda 2 y ilə yazılmalıdır. Yazılışda. Orada isə transkripsiyanın daxil tələffüzü veriblər. Hansı sözün yazılışı səhvdir?
birdən-birə kənd-bəkənd bitişik yazılmalıdır. Doğru variant oldu 140-da. B variantı. 150-də nə deyir? Sözlərdən birinin yazılışı səhvdir. Qara buğdayı doğru yazılıb. Amma gileygüzar defslə yazılmalıdır. Gileygüzar. 151. Hansı sözdə nöqtələrin yerinə ğı yox, qı yazılmalıdır? Ğ'nın da yazılması üçün gərək özündən sonra sayınla başlanan nəsə gələ. Oynamağı olmalıydı. Yarpaq da olmalıydı. Qışlağa olmalıydı. Bulağa olmalıydı. Çubuğun olmalıydı. Doğru variant oldu B variantı. Səhv yazılmış sözü müəyyən et. Deməli, səhv yazılmış sözü müəyyən etsəm mən. Deməli, qırmızımtıl doğrudur, qıpqırmızının doğrudur. Ağımtıraq da doğrudur, duman da doğrudur. Tünd qırmızı deyəndə mən onu defislə yazmalıyım. Sifətin çoxaltma adrəsində 152-də. Sonra 153. 153-ə baxaq. Səhv yazılmış sözlərdən ibarət cərgəni müəyyənləşdir. Səhv yazılmış. Baxaq. Karlar doğrudur. Sərhəd də doğrudur. Yaddaş da doğrudur. Deməli, burada eyni cinsli qoşalım. Bax, fən sözündə. Əgər samitlə başlanan şəkilçi gələrsə, avtomatik bunun biri düşəcək. Olacaq fənlər. Haqqında da həmçinin haqdan. Xətdən də həmçinin tılar. Eyni cinsli qoşa samitlərin biri bir sözündən düşəcək. Hansı cərgədə iki sözdən birinin yazılışı səhvdir? Artıq iki sözdən birinin yazılışından söhbət gedirsə, deməli bir baxaq görək. Təriqət, məscid bu doğrudur. Fəaliyyət bu doğrudur. Aparat səhvdir. Sonra hansı sözlərə saitlə başlanan şəkilçi artıqda çiyi əvəzlənməsi baş verir? Müdrik, müdrikə, müdriyün. Yox, burada baş vermədi. Birlər getdi. Sonra digər tərəfdən baxaq. Pətək, pətəyin baş verdi. Fanatik, fanatikin baş vermədi. Üçlərdə getdi. Deməli, əlimdə qaldı A variantı. İştirak, iştirakın tələffüz etmək olmur K-yı. Çünki alınma mənşəli sözlərdir. Çəlik, çəliyin. Çəlik, çəliyin. Kəpənək, kəpənəyin. Üzük, üzüyün. Sonra hansı sözün yazılışında səhvə yol verilmişdir? Baxaq görək. Müəyyənlik. Digər tərəfdən. Bir də qalıqstuk. Nümunə 1/1 küskün doğrudur. Sonra digər tərəfdən birinin yazılışı səhvdir. Fərziyə. Deməli, fərziyə. Xariqüladə. Mövhumat, uvertura, məfkurə. Deməli, 157-də olacaq A. Çünki 2-yə yazılmalıydı burada. Fərziyyə. Səhv yazılmış sözü müəyyənləşdir. Müəyyənləşdirək də bizdə nə gedir ki bizdən? 158-də. Baxırıq. Aerodrom düzgün yazılmışdır. Sümbül N ilə yazılmalıdır. M ilə tələffüz olmalıdır. Kosmonavt doğru yazılıb. Abzas doğrudur. Santimetr doğrudur. Sözlərdən birinin yazılışında səhvə yol verilib. Peşiman 159-da. Deməli, peşiman yox. Peşman. Bunu buradan silirəm. A variantı. Səhv yazılıb. Nə deyir? Altından xətt çəkilmiş sözlərdən biri səhv yazılmış. Koroğlu xalqın sevimli qəhrəmanı Mətin sərkərdə idi. Qəhrəman. Deməli, 3 səhv yazılıb. Altından xətt çəkilmiş hansı sözün yazılışı səhvdir? Layihənin məğzini anlamaq həmin məşhur mühəndisdəndir. Mühəndisdən ötürü çətin oldu. 161-də ötəri mühəndisdən ötürü
Ötəri yox. Mühəndisdən ötrü. 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 162-yə baxaq. Deyir, sözlərdən birinin yazılışında səhvə yol verilmişdir. Qıpqırmızı doğrudur. Göyümtül həmçinin açıq yaşıl tünd bənövşəyə defislə yazılmalıdır. Sifətin çoxaltma dərəcəsidir. Sözlərdən birinin yazılışı səhvdir. Kəşfiyyat doğru yazılıb. Stəkan doğru yazılıb. Peşmanlıq, həyəcan doğru yazılıb. 4 künc olmalıydı. 4 künc. Tələffüzün verib. Canı çıya çevirib. 163-də oldu C variantı. Hansı sözün yazılışı səhvdir? 164-də üsul-i idarə düzdür. Müəssisə düzdür. Açıq qırmızı doğru. Əyan. Əyanı doğrudur. Müdrik olmalıydı. Demək, 165-ə baxırıq. 165-də nə deyir? Birinin yazılışı səhvdir. Xüsusilə doğru yazılıb. Etibarı ilə də həmçinin vasitəsilə də doğru yazılıb. Münasibəti ilə də doğru yazılıb. Burada ilə bitişik yazılmalıdır bu sözlərə. Amma tamamilə də A olmalıydı. Tamamilə. Y variantı səhvdir. Sonra 66-da nə deyir? Birinin yazılışı səhvdir, eyni ilə 65-in təkrarı kimi. Nə isə mürəkkəb yazılmış, mürəkkəb quruşa malik olan qeyri-müəyyən əvəzlikdir. Bu doğru yazılıb. Heç kəs də həmçinin, hər kəs də həmçinin, hər nədə doğru yazılıb. Amma filan kəs bitişik yazılan qeyri-müəyyən əvəzlikdir. Yazılmalıydı. 167-də nə deyir? Sözlərdən birinin yazıldığı kimi tələffüz olunur. Buludda bulut olur. Qənaətdə yazıldığı kimi tələffüz olunur. Sadəcə A-da A uzanır burada. Qənaət. Mərifət didə deyə çevrilir. Lıdıya çevrilir. Sonra digərində mənbədə M-ya çevrilir. Şək şunasda isə Q-ya çevrilir. Hansı sıradakı sözün yazılışında səhvə yol verilib? Özünə inam doğru yazılıb. Kinoteatrda həmçinin, mikrorayon da həmçinin, işıq ölçəndə həmçinin, xətir hörmət isə defislə yazılmalıydı. Səhv variant D variantıdır. Cədvələ əsasən uyğun fikirləri müəyyənləşdir. Müəyyən et və yaxud. Sözə saitlə başlanan şəkilçi qoşulduqda sözün sonundakı samit dəyişər. Pedaqoq, pedaqoqun, pedaqoqa. Burada dəyişmə baş vermədi. Birlər, silirəm. Yaxşılıq, yaxşılığın qığı əvəzlənməsi baş verdi. Qayğanaq, qayğanağın baş verdi. Sözə saitlə başlanan şəkilçi qoşulduqda sözün sonundakı samit dəyişmir. Məntiq, məntiqin, məntiqə burada dəyişmədi. Sonra digər tərəfdən bayraq, bayrağın artıq qığı əvəzlənməsi baş verdi. Layiq, layiqin dəyişmə baş vermədi. Deməli 2, 3, 4, 5. Hansı variantdır? 2, 3, 4, 6. Y variantı. 70-də nə deyir? Fərqli tələffüz ancaq sözün kökündəki samitlə bağlıdır. Fərqli tələffüz söz kökündəki saitlə bağlıdır. Bu samit, bu sait. Birinci samitlərə baxaq sözün kökündəkindən. Kənd der. Burada həm kökündə, həm də şəkilçidə dəyişmə baş verdi. Bu belə getdi. Birə A-nı əlavə edə bilmərəm. Bunu da belə yazaq. Boyaqçı burada şəkilçidə dəyişmə baş verdi. Məndən kök istəyir. C-də belə getdi. Sonra cəmaət. Burada biri düşür. Kökdə dəyişmə artıq baş verdi. Biri düşdü. Biri uzandı. Amma məndən samit yox, sait istəyir. Bir də bu da belə getdi. Sonra qanarar. Bu da kökdə sait dəyişməsi baş verir. Bu da belə getdi. Deməli, əlimdə qaldı A variantı. Nöqsan kökdə Q-ya çevrilir.
2-yə baxır. Fərqli tələffüz sözün kökündəki saitlə bağlıdırsa, bu olacaq C, bir də olacaq D. Sonra yanlış fikri müəyyənləşdir. Tələffüzü doğru olan sözdür, yazılışı yanlış olan fikirdir. Sözdür. Fikir nəymiş? Sözdür. Əgər məndən yanlışı qoyubsa, deməli tələffüzü doğru olan sözdən yanlışı götürəcəm. Yazılışı yanlış olan sözdən doğrunu götürəcəm. Tələffüzü doğru olan sözdən mən yanlışı götürəcəm. Deməli, olmalıydı burada ixtiyar. Bir bunu götürəcəm. Yazılışı yanlış olan sözdür. Yanlış olan söz isə mənfəətdə 2 dənə ə olmalıdır. Buradan yanlışı yox, doğrunu götürəcəm. Deməli oldu 1 və 4. B variantı. 72 nə deyir? Kar cingirtili samit cütlüyü olan hansı sözün tələffüzündə daha çox fərqli məqam var? Kəm hövsələ burada necə deyilir, elə yazılır. 8 bucaqlı, 8 bucaqlı. Burada 2 fərqli məqam oldu. Qanat dammaq, qanat dammaq. Burada 4 fərqli məqam. Hüquq, hüquqsuzluq. Burada 3 fərqli məqam. Gizlənmək. Burada da 2 fərqli məqam oldu. C variantı. 4 fərqli məqam var burada. Sonra düzgün yazılmış sözləri müəyyənləşdir. Üzürlü doğru yazılıb. Emosional yox, emosional. İflic doğru yazılıb. Mən 2'ləri çıxardım. Sonra düz xətli doğru yazılıb. Ədəbaz yox, ədabaz. Olmalıydı 1, 3, 4. B variantı. Hansı sırada bütün sözlərin yazılışı səhvdir? Bütün sözlərin yazılışından söhbət gedirsə, bulletin, universal ateşgah, bu doğru yazılıb burada. Bu yanlış yazılan soruşursa. Səhəng, səhv yazılıb. Burada ixtira doğru yazılıb. Məndən hamısının səhv olduğunu soruşursa bütün sözlərim. İpoteka doğru yazılıb. Domino səhv yazılıb burada. Domino. Ekologiya. Logiya olmalıydı. Niskir doğru yazılıb. Kar güzar olmalıydı. Kəm savad olmalıydı bitişik. Zehniyyətdə də burada i yox. Z-e-h-nı zihin. Oldu 174'də Y variantı. 175'də nə deyir? Hansı sözlərin deyilişi, yazılışı eynidir? Əlaqə elə necə deyilir, elə də yazılır. Necə yazılır, daha doğrusu elə də deyilir. Əlaqə. Sonra intonasiya, burada tələffüzdə fərqlilik yaşanır. Sonra ideal necə deyilir, elə yazılır. Əlaşsız, əlacsız olur. Burada çevrilməyə baş vermiş olur. Nə oldu? 1-lə 3. B variantı. Deyilişi, yazılış fərqlənməyən sözləri müəyyənləşdirin. Mükafat, musiqi, məndən, sonra müftə, müya çevrildi. Material, mütaliə, burada y daxil oldu. Sonra mühəndis, təbiət, burada da y daxil oldu. Deməli oldu A variantı. Tələffüzə yazışı fərqlənməyən qoşa samitli sözlərin müəyyəni. Xallı, qüvvə, hətta, burada çevrilmə baş verdi. Sonra saqqal, burada çevrilmə qı-qıya çevrilir. 3 də belə getdi. Bənna və zərrə oldu D variantı. İfadələrdən birinin yazılışı səhvdir. Yola salmaq, əzilib büzülmək, ortasiya, düzbucaqlı, açıq sarı. Deməli, əzilib büzülmək yazılışında orfoqrafik səhvə yor verilib. Defislə yazılmalıdır, əzilib büzülmək. 179'da nə deyir? Bəndlərin hansında mürəkkəb sözlərin yazılışı səhvdir? Sözü bütöv, tünd qara, gözü tox,
bitişik yazılmalıdır. Bir də alnı açıq bitişik yazılmalı idi. Sonra 80-də nə deyir? Hansı söz səhv yazılmışdır? Yamyaşıl düz yazılıb. Qarayanız da həmçinin tutqunda. Girdə sifət doğru yazılıb. Olmalıydı. Asfalt. D variantı. Cərgələrdən birində bütün sözlərin yazılışı səhvdir. İməclik, sir-sifət, səmimilik doğrudur. İməclik də həmçinin. Kimyavi, xurmayı, qəhvəyi. Kimyavi səhv yazılıb, xurmayı, qəhvəyi doğru yazılıb. Şirniyyat, göyərtə, şirniyyat doğru yazılıb. Səngər doğru yazılıb. Deməli, olmalıydı burada. Asant, təsdiq, sonra küs, kün. Doğru variant oldu. Yəni yanlış variant D variantı. Sözlərdən birinin yazılışı səhvdir. Firuzəyi doğrudur, Çəhrayı həmçinin. Sonra Bənövşəyi də həmçinin doğrudur. Xurmayı da sürməyi yox, sürməyi. Sonra səhv yazılmış sözü müəyyən edin. Montyor, montyor, sonra doğrudur. Kəşfiyyat yox, kəşfiyyat. B variantı. Hərəkat düzdür, müşkül, mühmat həmçinin. Səhv yazılmış sözü müəyyənləşdir. Baxaq görək. Səhv yazılmış sözdən söhbət gedirsə, müntəqabat doğrudur. Qəhrəman həmçinin. Generatorda, məşhurda mündəricat olmalıydı. 85. Hansı cərgədəki sözlər düzgün yazılmışdır? Qəhrəman doğru yazılıb burada. Zənbil olmalıydı burada. Zənbil. Sonra Firuzə doğru yazılıb. Məcərə yox, məcərə tənbəl olmalıydı. Billur doğru yazılıb. Sümbül doğru yazılıb. Zəif də həmçinin. Həyəcan da həmçinin. Doğrudur. Sərhəddə bu D yazılmalı deyil idi. Burada da T yazılmalı deyil idi. Təbaşir. Sonra 86-da nə deyir? 86-da sözlərdən birinin yazılışında səhvə yol verilmişdi. Səhvən. Nikah doğru yazılıb. Nəbatat doğru yazılıb. Fakültə də həmçinin, səlahət də həmçinin olmalıydı. Burada 186. Səhvən. Səhvən. Sonra 87-də nə deyir? Deyir ki, cədvələ əsasən hansı sözlərlə bağlı uyğunsuzluq var? Uyğunsuzluq var. Baxırıq. Sözün düzgün yazılışı, sözün düzgün tələffüzü. Baxaq görək. Prodüser. Birinci, bizdən uyğunsuzluq soruşursa, eyni cinsli s qoşalığı var ki, elə necə yazılır, elə də deyilir. Bu bir. Düşməli deyil. İkinci də prodüser, ü saiti, qapalı saiti olaraq ümumən. Ü saiti, bir də I saiti, uzanma prosesi bu saitlərdə baş vermir. Yalnız bir istisna var ki, cüzi sözündə var ki, cüzi. Burada bir dənə uzanma baş vermiş olur. Digər hallarda ü uzanmır. Biri götürürəm. Sonra digər tərəfdən baxaq görək. Günbəzin yazılışı da, tələffüzü də doğrudur. Labirint tələffüzü səhvdir. Labirint. 3-də götürürəm. Uyğunsuzluqdur. Tədqiqat kimi deyilir. Necə yazılır elə deyilir. Avtomat. F-ya çevrilməlidir. Avtomat. Doğrudur. O da aya çevrilir. Məhv.
Əslində məftil yazılmalıdır. Məftil tələffüz olmalıdır. Yerləri səhv düşüb. Səhv düşəndə yerimiz məsələ yada düşür burada. Səhv variantı oldu. C variantı. 88. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Baxaq görək uyğun fikirləri müəyyən etdirsə edək də. Baxaq. Aslı tərəfinin son samiti kar tələffüz olunan söz birləşməsi. Aslı tərəfin, yəni birinci tərəfdən söhbət gedir. Aslı tərəfinin son samiti kar tələffüz olunan. Son samiti kar tələffüz olmaq üçün özündən sonra samitlə başlanan söz gəlməlidir və ya samitlə başlanan şəkilçi qoşulmalıdır. Baxırıq. Ağac kötüyü, pələng ovu. Burada saitlə başlanan söz gəlib deyən elə cingiltili olaraq qalacaq. Yarpaq forması 40-ya çevrildi. Keçirik ikinciyə. Aslı tərəfi, yəni birinci tərəfinin son samiti cingiltili təhvüz olunan söz birləşməsidir. Deməli, onda da nəyə baxacam? Özündən sonra saitlə gələn sözə baxmalıyım. Qulaq ağrısı. 1, 3, 6. Hardadır? Y variantında. Cədvələ əsasən uyğun fikirləri müəyyənləşdir. Sözün kökü yazılışından fərqli tələffüz olunur. Sözün kökü yazılışından fərqli tələffüz olunur. Müəllimlər. Elə necə deyilir, elə yazılır. Mən birləri çıxardıram birbaşa. Vəsaitsiz. Y daxil olacaq 2. Sonra sözdəki şəkilçi yazılışından fərqli tələffüz olunursa, radio. Burada kökündə dəyişmə baş verir. Kəskin. Deməli, buradan şəkilçidə dəyişmə baş verirdisə, mən 4-ə götürürəm. 2, 4. Sözün həm kökündə, həm də şəkilçisində yazılışından fərqli tələffüz olunur. Həm kökü, həm də şəkilçisi. Buludlar. Dıya, dıya çevrilir. Oldu 5. 1, 2, 4, 5. Hardadır? Y variantında. Səhv yazılmış sözləri müəyyənləşdirək. Deməli, 190-da. Fərziyyə doğru yazılıb. Tərbiyədə bir dənə Y olmalıdır. 2. Sonra digərə baxaq. Qətiyyət. Olmalıdır 2 dənə Y. Sonra mətiyyə doğru yazılıb. Fəxriyyədə həmçinin doğru. Qafiyədə bir dənə Y yazılmalıydı. Saniyədə də bir dənə Y yazılmalıydı. 2, 3, 6, 7. Üzərində rəqəm yazılmış sözlərdən hansılar yazılışından fərqli tələffüz olunur? Dayan. Dayan bu bağçanın hər bir budağı. Üstündə min çiçək, min gül bitirmiş. Sizin güldüyünüz çoban torpağı nizamilər, füzulilər yetirmiş. Deməli, bu Vaqif piyesindən səslənmiş parçadır. Bizdən nə istəyir? Üzərində rəqəm yazılmış sözlərdən hansılar yazılışından fərqli tələffüz edilir? Dayan necə yazılır? Elə deyilir. Budağı necə yazılır? Elə deyilir. Sonra üstündə burada tıya çevrilir. Üstündə min çiçək üst işdirir. Min gül bitirmiş. Sizin güldüyünüz çoban torpağı nizamilər, füzulilər yetirmiş. Deməli oldu 3 və 4. Səhv yazılmış sözləri müəyyənləşdir. Müəyyənləşdirək. Deməli, kompot yox, kompot. Sonra kübar doğru yazılıb. Ehkam da doğru yazılıb. Səlisdə doğru yazılıb. Dosentdə bir dənə olur, 2 dənə yox. Arabir də bitişik yazılır. Arabir. Deməli oldu 1, 5, 6. 193-də nə deyir? Deyir, aşağıdakı sözlərin orfoqrafiyasını nəzərə alaraq
Düzgün ardıcıllığı müəyyənləşdirin. Lövbər necə yazılır, elə deyilir. Mündəricat qüsurda həmçinin necə deyilir, elə yazılır. Mündəricatda həmçinin. Deməli, mən tələffüzündə fərq olanı yox, elə necə yazılır, elə deyilən sözləri tapmalıyam. Qaşqabaq, burada qıq əvəzlənməsi baş verir, bunu götürməyəcəm. Kirəmiti götürə bilərəm, necə deyilir, necə yazılır, elə deyilir. Sonra sivilizasiya necə deyilir, elə yazılır. Niskildə necə niskil yazır, niskilə çevrilir, göçəyə çevrilir, köçəyə çevrilir. Lütfükarlıq, burada q, xıya çevrilir, da lıya çevrilmiş olur. Dərkənar, bu da necə yazılır, elə deyilir. Deməli oldu 2, 3 və 4. Demək belə 193 oldu sonuncu testimiz. Belə. Deməli orfoepiya, orfoqrafiyanın izahı bu qədər. Sağlıq, salamatçılıq olsun. İnşallah sözün fonetik xüsusiyyətlərində izahını vermiş olacağım.